Ha, başka nəsə var? Bir de həmişə cəmiyyətində biri var, qardaşda yaxın olmalı, həm o gün mənə də deyirdi ki, Adil mənim bəs eləyir, o vaxt zamanı Suriyə göndərir. Suriyada yəni ki, orada cihad var. Peki bu hansı toşəklər nə deyirsə, yəni deyən şeyi deyib demişik. Deməyən şeyləri deməmişik. Yəni o yalanlar, o vaxtı bilim çıxanda bax Şeyx Rüfeydan, bir çox şeylər bir cihad. Biz alimlər deyəsimiz kimi ki, var. Amma sonra görürlər ki, bu başqa söhbətdir, yəni bizlər yox fitnədir. Dünyada demişdik ki, cihaddır və deyən fitnədir. Dünyada demişdik ki, cihaddır və deyən fitnədir. Aleykumussalam və rahmetullahi və barakatuhu. Bəli, Allah kömək olsun. Görürsən ki, alimlərin adından necə dəfələrlə doğru məlumat çatdırmır. Allah islah eləsin. Və bunun adı üzərindədir, yəni yalandır bu. Alimlərin adından yalan məlumat çatdırmaq. Və o ki qaldı, Şeyx Salih Rüfeydanın sözünü gətirməsi ki, Şeyx Salih Rüfeydan Suriyada cihad demişdi və sonra döndülər. Mən də demişdim və sonra döndüm. Bu doğru deyil. Çünki Şeyx Salih Rüfeydan belə bir söz deməyib. Bir yenə görürsən ki, alimlərin sözünü düzgün çatdırmır. Və bundan əvvəl insan dəfələrlə məclislərində deyib ki, mən deməmişəm ki, Suriyada cihaddır deyə. Dəfələrlə deyir ki, bu yalandır, böhtandır, iftiradır və mən deməmişəm ki, Suriyada cihad var. Və indi də qayıdıb deyir ki, hə, demişəm, alimlər demişdi ki, mən də dedim. Yəqin ki, səs yazı tapıb və yaxud da ki, video görüb ki, alimlər oranın əhli üçün cihad qəsd edir. Bu da bunu deyib. Allah islah eləsin. Və Şeyx Salih Rüfeydan orada cihad olmasını deməyib. Nə Şeyx Salih Rüfeydan, nə də ki, digər şeyxlər. Fərqi yoxdur, kim olursa olsun. Orada cihad olmasını deməyiblər. Və sadəcə oranın əhli üçün deyilibdir bu söz və bu da ki, labüd bir şeydir. Amma bütün möminlərə fərz-ı ayn olaraq cihad olmasını deyən heç kim deməyib ki, bütün yer üzərində olan möminlərə vacibdir ki, Suriyaya getsinlər və Suriyaya kömək eləsinlər. Buna heç kim deməyib. Sadəcə buranın əhli üçün və bu da labüd bir şeydir ki, insanın öz malını, öz canını, öz namusunu qoruması. Bu da labüd bir şeydir. Və onlara deyilmişdi bu söz ki, Suriya əhli özlərini müdafiə etməlidirlər. Aydındır. Və bu yalan idi, şək yoxdur, alimlərin adından yalan çatdırmaqdır.